Bakın. Güneş kimi doğan Azərbaycanın şəfəqlərinə çevrilmiş dəyərli insanlar. Hər birinizi Ziyalı Qılıncı Qələbə Yolu adlı tədbirimizdə salamlayır və xoş gəlmisiniz deyirik. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Azərbaycan. Mən bir uşaq, sən bir ana. Odur ki, bağlıyam sana. Hangi səmtə, hangi yana? Ey uçsam da yubam sənsən. Azərbaycan, Azərbaycan. Ölməz könül, ölməz əsər, nizamilər, füzulilər. Əlin qələm, sinən dəftər, deyilsin hər nəyin vardır, deyilən söz yadigardır. Könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan, axşam üstü gözaqdan, havalansın xan səsi, Qarabağın şikəstəsi. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək şey yox. Laçın dağlarında bir əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Jurnalist, teleaparıcı Günel İlqar. Teşekkür ederim. Benim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan mayası nur, gayesi nur ki hər daşından alov dil yox ola bilər. Dəvət olunur. Bugünkü tədbirin təşkilatçılığında böyük əməyi olan Bakı şəhəri 80 nömrəli tam orta məktəbin müəllimləri Rasimə Abbasova, Afət Nəbiyeva və Reha Təlim Tədris Mərkəzinin rəhbəri İlhamə Axundova. Buyurun. Mən istəyirəm sonunda danışıb bir İlhamə xanım çıxış eləsin, çünki mən bir təqdimat edəcəm. Sizin süfrələrinizdə hədiyyələriniz var.
Möhtərəm qonaqlar, dəyərli həmkarlar, hər birinizi bir daha salamlayıram. Xoş gəlmisiniz. Bizim gözəl amalımızda, bizə ilk addımlarımızda bizə dəstək olduğunuz üçün, yanımızda olduğunuz üçün hər birinizə təşəkkür edirik. Tədbirin Torpağı bizə müqəddəs vətən torpağı eləyən Azərbaycan şəhidinin, Azərbaycan əskərinin, Azərbaycan anasının qarşısında baş əyirəm. Biz bugün şəhid anası dəvət eləmişdik. Çox təəssüflər olsun ki, son anda səhhətində problem yarandı. İndi bizə dedi. Biz onlarsız təbii ki, bu tədbir olmazdı, amma bizdən asılı olmayan səbəblərdən gələ bilmədi. Təəssüflər doğurur bu. Ziyalı Qılıncı qələbə yolu. Tədbirimizin adına heç də Ziyalı Qılıncı qələbə yolu seçməmişik. Çünki bu qələbənin həyata keçməsində, bu qələbənin baş verməsinin ən böyük səbəbkarları məhz burada əyləşən biz müəllimlərik. Səbəbkarlarından biri, daha doğrusu biz müəllimlərik. Bu aprel ayı çox önəmli aydır. Çünki bizim qələbəmizi taclandıran, bizim qələbəmizin başlanğıcını, təməlini qoyan aylardan biridir. Aprel döyüşlərinin anım günü idi. Mən bütün aprel döyüşlərində şəhid olan şəhidlərimizin, eləcə də Azərbaycan uğrunda şəhid olan bütün şəhidlərimizin ruh qarşısında baş əyirəm. Allah rəhmət eləsin hər birinə. Hər bir ölkənin, hər bir xalqın milli mənəvi dəyərləri onun qələbələrindən başlayır. Düşünürəm, bugün burada bizi birləşdirən ən böyük dəyər bizim qəlbimizdə olan o vətən sevgisidir. Hardan başlayır vətən? Vətən bir ananın göz yaşından, bir müəllimin sözündən, bir şagirdin əyləşdiyi parta arxasından, bir əskərin əlindəki silahından, bir yazıçının əsərindən, bir bəstəkarın musiqisindən, bir həkimin şəfasından başlayır. Və diqqət eləsəz, hər birinizin qarşınızda kiçik qutuda bir hədiyyələr yerləşdirmişəm. Bizim bütün tədbirlərimizin xüsusi bir mənəvi dəyər olan hədiyyələri olur. Düşündüm ki, nə edim ki, bu həm milli dəyər olsun, həm mənəvi dəyərə uyğun bir hədiyyə olsun. Xanımlarla düşündük ki, bu nə ola bilər? Bizim vətənimizin ilk öncə ən böyük dəyəri nədir? Birinci, bizim bu torpağını, suyunu içdiyimiz, havasını udduğumuz vətən torpağıdır. Bugün bizi burada birləşdirən ən böyük dəyər bizim kəsdiyimiz sizdən duz çörəyimizdir. Və bizi birləşdirən, hər birimizi birləşdirən ən böyük dəyər analarımızdır. Mən o qutunun içinə bax bu dəyərləri yerləşdirdim. Əziz müəllimlər, dəyərli ziyalılar, duzunuz halal, çörəyiniz bərəkətli, torpağınız basılmaz, zəfəriniz əbədi olsun. Özümüzü gəlin bir möhkəm alqışlayaq. Hər biriniz xoş gördük, hər birinizə gəldiyiniz üçün təşəkkür edirik. Ümid edirik ki... Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Şöhrət Ordeni laureatı Nurəddin Mehdixanov. Teşekkür ederim. Her vaxt xeyir olsun. Yəni, günləri bu tədbirin özəlliyi, bəlkə də gözəlliyi ondadır ki, burada hamısı Azərbaycan xanımlarıdır. Və mənim daima təkrar dediyim bir söz var. Bir millətin qadını xoşbəxt deyilsə, o millət xoşbəxt ola bilməz. Bir millətin qadını xoşbəxt deyilsə, o cəmiyyət sağlam ola bilməz. Sağlam cəmiyyət ola bilməz. Və qadının əli dəyməyən yerdə bərəkət olmaz, sevgi olmaz. Ona görə də bizim böyük dahilərimizin dedikləridir. Qadın gülərsə, bu işsiz mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək. Dünyanın harasına baxırsınızsa baxın, o cəmiyyətdə qadın hökmdar yox, söz sahibidirsə, o cəmiyyətlər inkişaf edirlər. Adətən belə deyək də,
hakimiyyət hökümdarlığı kişilər ötələrini götürüblər. Amma o savaşa gedən, o ocağı için döyüşə gedən kişi evinə qaydanda ocağını yanar görmək istəyir. O ocağında yanarlığını təmin edən o evin xanımıdır, o evin qadınıdır. Və bir şeyi də xüsusi qeyd eləmək istəyirəm ki, bizə mədəniyyət öyrətməyə yeltənənlər, can atanlar, bizə geyim mədəniyyəti, süfrə mədəniyyəti, davranış mədəniyyəti öyrətməyə çalışanlar, özlərini dünyanın mədəniyyət daşıyıcıları hesab edənlər, kaş ki bunu görəydilər, buradakı bu gözəl geyimləri, bu xanımların gözəlləşdirdiyi gözəl geyimləri, rəngarəng geyimləri görsəydilər, onda bir şey anlayardılar ki, onların dünyanın bir çox rənglərindən xəbərləri yoxdur. Və burada dünyanın və Tanrının yaratdığı bütün rənglər var. Bu geyimlər çox gözəldirlər. Bu geyimlər yaraşırlar. Gözəllik verirlər. Burada hər bir o geyimin hər birində hər şey düşünülür. Bir bax, yadca gəlir, apelsin deyilən bir şalvarlar var idi. Fransadan gəlmişdi. Amma onlar bizim nənələrimizin geyindiyi çaxçırıq. Kökündə biz varıq. Böyük Türk milləti var, onun böyük mədəniyyəti var. Dünyaya bəlkə də qadının kim olduğunu, nə olduğunu, millət üçün, dövlət üçün kim olduğunu göstərən və bütün dünyaya sübut edən elə ilk millətdə bizik. Mənim bu dediklərim, bu mənim istəklərim, arzularım, mən bu cür görmək, bu cür demək istəyirəm deyil. Mənim dediklərimin hər biri konkret istinad yerləri var, konkret mənbələr var. İndi şükür olsun Allaha, istənilən gizli açıq mənbələrə giriş var və orada hər şey var. Bu vaxta qədər üstü örtülən tariximizin üstündə açılır və əslində biz kimi ortalığa çıxır. Və hərdən özümüzdən də qorxuruq biz. Yəni bu tarix mənim tariximdir. Bəzən özümüzdən olan şeylərdən imtina edirik, istəmirik, yox bu biz deyil, bu mən ola bilmərəm. Amma reallıq ondan ibarətdir ki, bu sənsən. Sadəcə olaraq səni başqa cür tərbiyə ediblər. Təsəvvür edin. Bir gözəl, əsil bir ailənin uşağını oğurluyurlar, bir qaraçı sürüsü oğurluyur, aparır. Ne edirlər o uşaqlarına adətən qaraçılar? Öz əxlaqlarına, mədəniyyətlərinə uyğun şəkildə onu tərbiyə edirlər, onu özlərindən biri edirlər və zaman keçir, bu uşaq hansısa şəkildə tanınır və gətirilir, qaytarılır ailəsinə. O öz ailəsini qəbul eləmir, çünki başqa dünya görür, başqa tərbiyə alıb. Ona bir başa salana qədər ki, sən kimsən, sənin əcdadın kimdir? O, Çingiz Aytmatovun əsərində olduğu kimi, atan kimdir? Atanı tanıyırsanmı? Atan kimdir? Biz bu günləri məhz təhsil sistemimizin, müəllimlərimizin, sizlərin vasitəsilə hər doğulan, hər o məktəbin qapısını açan Azərbaycanın uşağının qulağına deməli, atan kimdir, sən kimsən, anan kimdir, sənin dilin nədir, sənin mədəniyyətin nədir, əcdadın kimdir, hardan gəlmisən və hara gelməlisən. Bunu sizdən başqa bugün deyəcək səlahiyyətə sahib olan sənət sahibləri yoxdur. Bu müəllimin peşəsidir. Biz indi müəllim deyirik, amma mənim çox xoşuma gəlir öyrətmən. Öyrədən. Siz öyrədənlərsiz. Yəni öyrədənlər o cəmiyyətin bilənləridir. Amma o bilənlər, doğru bilənlər olanda o millət xoşbəxt olur. O millətin balası, övladı milli mənliyi ilə, dili ilə, mədəniyyəti ilə fəxr eləyir. Bax bura, istənilən bir Azərbaycanlını gətirin bura, gəlsin, girsin bura. Birinci onun ürəyini atlandıran buradakı rənglər və bu geyimlər olacaqlar.
Və mənə belə gəlir ki, düzdür, tarixən savaş kişilərin boyu. Belə bir məsələ, ziyalısı olan xalq heç vaxt gedib, uğursuzluğa düşən olmaz. Allah razı olsun, var olmaz, minnətdar olsun, təşəkkür ederim. Ağəli Kərimzadə. Xoş gördük hər birinizi. Bu gözəl məkanda sizlərlə bərabər olmalı. Bu gözəlliyə sənətkar dammasın gərək ustadım. Nurundan sən bizə nurlar payladın. Odur ki, yüksəkdə ucaladın. Xalqın bir dağı ikən, çənsən müəllim. Ağaylı dəftər doyanda cana, kəlamın öydün dərmandı ona. Xoşbəxtlik bəxş edib hər bir insana. Həmişəlik bilsən, şənsən müəllim. Bir müəllimlik adının şərəfini almış istəyirəm sizlərdən. Var olun. Sponsor kimi dəstəyin göstərilməsində Venüs Kitab Evinə və Bella təmizlik vasitələrinə dərin təşəkkürümüzü bildiririk. Bir də Oxford Global şirkətinə də təşəkkürümüzü bildirib, bugünkü tədbirin ərsəyə gəlməsində bizə dəstəklədir. Və tarixin buxovlarından keçən, tarixin Çətin Xuraslovanın qədim geyimlərdən ibarət təqdimatını səhnəyə dəvət edir. Dünyasının tərkib hissəsidir. Onlardan kiçik detalları ilə, elementləri ilə fərqlənir. Azərbaycanın özündə qədim geyimlərlə əyan eşrəfət saray adamlarından və daha cazibədardır. Sadəcə bir göz bəbəyimiz kimi. Çünki gələcək nəsillərə biz onu sağlam şəkildə ötürməsək, bugün itirilmişini təzdən tədqiqatçı araşdırmalıdır, tapmalıdır, çıxartmalıdır ki, necə xanım xanım oldular, hansı əzəmətli geyimləri daşıyırlar. Vüqarla, şərəflə, nifbətlə. Mən birinci yaxında Qarabağ geyimləri həm praktikdir, həm də Qarabağ 19-cu əsrdə Azərbaycanın dəb mərkəzi idi. Şuşa, deməli, Qafqazda Tiflisdən sonra ikinci böyük şəhər idi. Qarabağ arxalığını görürsünüz. Dərs köynək, ətək tuman deyirlər buna. Düz tumanlı bu. O biri tumanlar gələcək görəsiniz. Düz tuman 19-cu əsrin ikinci yarısından sonra gəlir. Ona deməli, toy libası deyəndə, yerlər geyinib çıxırlar ki, sanki Osmanlı sarayıdır, Osmanlı sarayı xanımlar öz Ağdaşər, nə deyəm çoğulur ya, Azərbaycan olur ya, mən bu elin olur ya. Bizim bugünkü oyunumuz Bəxt Üzüyü filminə əsasən hazırlanmışdır. Yəni, oyunumuzun əsas məsələsi üzü üzərində qurulubdur. Və tarixli oyunumuz olan fincan üzərində biz bu fincanları Deməli, bizim bütün görüşlərimizdə burada 50% müəllim mənim əvvəlki görüşlərimdə, eləcə də İlhamə xanımın əvvəlki görüşlərində iştirak edən müəllimlərdir. Mən keçirdiyim görüşlərdə bir ənənə var. Hər zaman müəllimlərə həm motivasiya xarakterli, həm əyləncə xarakterli oyunlar oynayırıq. İstədim bu formatda da oradan çıxmayaq, amma burada nə elədik? Burada yenə biz milli dəyərlərimizə qayıtdıq. Fincan. Aman. Əla.
Açırıq, açırıq, açırıq. Naz eləmə. Ay nə gözəl, ən sevdiyim. Naz eləmə. Çox qəşəng. Naz eləmə. Super, 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 super. Yəni mən belə deyək də, dəqiq və insaflı olmaya çalışacağım. Yəni mən 4 il rəqslə məşğul olmuşum. Azərbaycan Respublikasının Xalq artisti Hüseyn Ağa müəllim mənim rəqs müəllimim olubdu. Ona görə biraz anlayışım var. Gözəl, hamımız gözəl idik. Yəni gözəl ifa eləməyə çatdırırdınız, çalışırdınız. Amma bəzisində yaxşı alınır, bəzisində biraz yaxşı alınır, bəzisində ortada bağlanır. Amma burada biz nəyə qiymət veririk? Hansı rəqsdə daha çox rəqs elementləri var idi? Hərəkətlər var. Daha çox kollektivlik var idi və rəqs elementləri zənginliyi var idi. Diqqət elədinizsə, bu film xoşbəxtliyə bir qafiyə
qafiyə qurmalıdır. Bir cümlədən ibarət. Dərinlikdir, içində sükutla gizli bir birlikdir. Alqışlayaq. Nigar xanımın da nəysə fikir var idi. Bir də komandalardan hansını seçək? Əslində bütün komandalar xoşbəxtlik sözünə aid qafiyə tapmadılar. Sadəcə olaraq xoşbəxtliyin mənasını izah etdilər. Səhv etmirəmsə ikinci komanda idi, xoşbəxtliyə aid qafiyə qurdu. Düşünürəm ki, qalib onları seçək. Qadə xanım. Buyurun. Ay. Gözəllikdə payı bərabəri olmayan Azərbaycan xanımı gözəlliyin dünyaya meydan verir. Təşəkkür edirik. Yenə tapmadıq bəxtimizi. Təşəkkür edirik. Mən indi oyun çox vaxtımız olmadığı üçün, məhdud olduğu üçün. Üzük bizim qarşıda Afət xanımdır. Bizim bəxt üzüyümüz Qarabağımız idi. Bizim itən bəxt üzüyümüz Qarabağımız idi və onu Azərbaycan əskəri getdi, bəxt üzüyümüzü sancdı bayrağımızın başına. Ona görə fincanların heç birinin altında siz bunu tapa bilməzdiniz. Və bunu da düşündük ki, doğrudan da necə ki milli mənəvi dəyərlərlə əlaqələndirdik, bir şəkildə zəfərimizlə də əlaqələndirmək istədik. İştirak edən hər bir iştirakçıya çox təşəkkür edirəm. Minnətdaram ki, belə ürəkdən yanaşdınız. Hər bir komanda, baxmayaraq ki, fincanı kimin açmaq şansı qazandı, bundan asılı olmayaraq, edə biləcəyinin ən gözəlini təqdim etməyə çalışdı. Bu ən əsası idi. Bu ürəkdən yanaşmanız üçün hər birinizə təşəkkür edirəm, minnətdaram. Tədbirimiz bitmir, musiqi nömrələrimiz olacaq, musiqilər səslənəcək və biz rəqs edəcək birlikdə, musiqilər oxuyacaq, sonra daha sonra yekunlaşdıracaq.